Valideynlərini itirmiş şəxslərə 2600 manat məbləğində birdəfəlik müavinət ödəniləcək. Millət vəkili Vüqar Bayramov deyir ki, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil üzrə təminatları dəyişib. Cənab Prezident tərəfindən imzalanmış fərmana əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan vətəndaşlarımız orta təhsil, eləcə də peşə təhsili, orta ixtisas, o cümlədən ali məktəb üzrə təhsilini başa vurduqdan sonra bir dəfəlik müavinət ala biləcəklər. Belə ki, bu təhsil pillələrini bitirən həmin şəxslərə, vətəndaşlara bir dəfəlik 2600 manat vəsaitin ödənilməsi nəzərdə tutulur. Ölkə başçısının imzaladığı fərmanla müavinət məbləğində artımlar həyata keçirilməklə yanaşı, həmçinin vəsait də dəqiqləşdirilir. Bu müavinətin ödənilməsində məqsəd valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin sosial təminatını daha da gücləndirməkdir. Nəzərə alsaq ki, əvvəlki qaydalarda müavinətin məbləği orta aylıq əmək 2 misli idi. Artıq yeni qaydalara əsasən bu 2600 manat olacaq. Yəni bu demək ki, konkret rəqəm müəyyənləşib və konkret rəqəm müəyyənləşməsi də nəticə etibarilə ilə daha çox müavinətin həmin şəxslərə ödənilməsi imkan yaradacaq. Vətəndaşlarımız əgər həmin müavinəti almaq hüququna malikdirsə, o zaman istər dost mərkəzlərinə və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin uyğun qurumlarına müraciət edə bilərlər. Belə şəxslər müraciət etməklə həmin vəsaiti əldə edə biləcəklər. Müavinətin ödənilməsi isə uzun müddət tələb etmir. Bir neçə gün ərzində vətəndaşın müraciətinə baxılır və qərar verilir. Şəhla Poladova, Xəzər xəbər.